İmam Hüseyin əleyhissalam Əli Əkbəri bilirsiniz də meydana 2 dəfə gedir. Birinci dəfə getdi, buradan İmam Hüseyin əleyhissalam onu yola saldı. Əli Əkbər getdi, meydana daxil oldu, onun qarşısına çox güclü bir dənə döyüşçünü çıxartdılar. Əli Əkbər onu bir dənə qılınc zərbəsi ilə cəhənnəmə vasil elədi. Azan verildi, Əli Əkbər qayıtdı xeymənin qapısından içəri daxil olanda İmam Hüseyin əleyhissalam imamət elmi ilə bilirdi ki, artıq Əli Əkbər bu dəfə getsə daha qayıtmayacaq. Ona görə nə elədi? Əli Əkbərə dedi ki, get daxil ol xeymənin içərisinə, xeymədə xanımlarla vidalaş. Və həmin vaxtı Əli Əkbər daxil oldu xeymənin içərisinə, gördü, bibisi xanım Zeynəb namaz qılır, namazını tamam elədi. Namazını tamam eləyəndən sonra dedi, Əli sən, dedi, bəli mənəm. Dedi, nə oldu? Dedi, atam İmam Hüseyin dedi ki, daxil ol xeymədəkilərlə vidalaş, halallaş şirəm. Dedi, niyə? Dedi, bilmirəm, atam dedi bu sözü. Və bu cürlə halallaşdılar, sağollaşdılar, çıxdılar xeymədən çölə. Namazlarını tamam elədilər, xeymədən xaric oldular çölə. Xanım Zeynəb, İmam Hüseyin Əli Əkbəri meydana yola salır bu yerdən. İmam Hüseyin əleyhissalam Əli Əkbəri meydana yola saldı. Əli Əkbər meydanda döyüşdə olanda İmam Hüseyin meydana baxırdı. Əli Əkbərin meydanda döyüşünə baxırdı. Xanım Zeynəb də İmam Hüseyin əleyhissalama baxırdı. Birdən Xanım Zeynəb deyir, birdən gördüm qardaşım Hüseynin rəngi saraldı. Yaxınlaşdım, dedim, nə oldu qardaş sənə? Dedi, Əli Əkbərin başından əmudla, qılıncla elə vurdular ki, bədəni boşaldı, əllərində olan qılınclar, nizələr yerə düşdü. İmam Hüseyin xeymədən meydana çatana qədər Əli Əkbəri meydanda tikə-tikə doğradılar. Və Əli Əkbərə gəlib çatanda İmam Hüseyin əleyhissalam gəldi, gördü baş bir yana, ayaq bir yana, qol bir yana, bədən tikə-tikə, hər tikələr bir tərəfə düşür. Onda üzün tutdu xeyməyə, dedi, xeymədə olanlar, əba gətirin, oğlumun cənazəsini yığaq əbanın içərisinə, aparaq dəfn eləyək.